İzləyicilər, mən Firuzə müəllimə. Sizin də 9-cu sinif imtahanında istifadə olunmuş sualların izahına baxacağam. İlk 3 sualın izahı əvvəlki videomuzda var. İndi 4-cü sualdan başlayaraq izah edirəm. N daxili N, yəni N istənilən bir natural ədəddir. Bu zaman N və N plus 15 parçasında neçə tək ədəd var? N-i istənilən bir qiymət qoya bilərik. Məsələn, N-i yerinə qoyaq 1. İstənilən natural ədəd qoya bilərik N-i yerinə. Onda olacaq parçamız 1, 16. İndi gəlin baxaq, bu aralıqda neçə tək ədəd var? 1, 3, 5, 7, 9, 11, 13, 15. 2, 4, 6, 8 dənə. Başqa bir ədəd də qoyub yoxlasaz N-in yerinə, görəcəksiniz ki, yeni cavab 8 olur. 5-ci sual. Əbob vur əçob. Bizim əbob vur əçoba aid düsturumuz var idi. Əbob AB vur əçob AB bərabər idi elə A vur B-yə. Ona görə biz burada düsturdan istifadə edəcəyik və əlavə olaraq bu ədədlərin əbob əçobunu tapmağa ehtiyac yoxdur. Deməli, olacaq 32 vur 13. 32-ni 13-ə vuraq. 416. Deməli, bunun qiyməti eləyəcək 416. Deyir ki, indi ifadənin qiymətinin 5-ə bölünməsindən alınan qalığı tap. Gəlin 416-nı 5-ə bölək, görək qalıq neçə alınır. 41-də 5 8 dəfə, 40, 16. 16-da 5, 3 dəfə, 15. Qalıq qaldı 1. Bunu belə də fikirləşə bilərsiniz hesablamadan. 416-nı 5-ə bölünməsindən alınan qalığı istəyir bizdən, eləmi? Fikirləşin ki, 5-ə bölünmə əlaməti nə idi? Sonu 0 və yaxud da 5 olmalıdır. Bu ədədin sonu isə 6-dır. Deməli, burada qalıq 1 olmalıdır. Və yaxud da bu qayda ilə yaza bilmirsinizsə, adi qayda ilə bölüb baxa bilərsiniz. Deməli, qalıq olacaq 1. 6-cı sual. 15 ədədinin natural bölənlərinin cəmini tapın. 15-i ilk öncə sadə vurğulara ayıraq. 3, 5-ə bölürük. 5, 1. Deməli, 15 oldu. 3 vur 5. Natural bölənlərin sayını necə tapırdıq? 3-dən də 1 dənədir, 5-dən də 1 dənədir. Demişdik ki, sadə vurğulara ayırırıq ədədləri və üstlərin üzərinə 1 gəlib, bir-birinə vururuq. 3-dən 1 dənədir, üstünə 1 gəlirik. 5-dən 1 dənədir, üstünə 1 gəlirik və vururuq. 2 vur 2 olur 4 dənə. Deməli, 4 dənə natural böləni var. Və bizdə natural bölənlərin cəmini istəyir. Aha, onda biz natural bölənlərin hansı olduğunu tapmalıyıq. Deməli, 1, 3, 5, 15. Natural bölənlərimiz də bulardır. Və bizdən bunların cəmini istəyir. 1-in üstünə 3, 4. 5-in üstünə 15, 20. Cavab eləyəcək 24. İkinci cavabımız 24 olacaq. Daha sonra 7 nömrəli sual. Y ədədini 5-ə böldükdə qalıqda 2 alınırsa, y kvadratı üstə gələk 3y üstə gələk 9 ifadəsini bir dəqiqə 5-ə bölünməsindən alınan qalığı istəyir. Baxaq. Biz bilirik ki, bu tip misallarda nə edirdik? Verilən qalığı ifadədə aparıb qoyursunuz yerinə, burada. Deməli, 2-nin kvadratı üstə gələk 3 vuraq 2, üstə gələk 9. 2-nin kvadratı 4, üstə gələk 6, üstə gələk 9. Burada cavab eləyəcək 19. İndi, deyir ki, 19-un 5-ə bölünməsindən alınan qalıq. 19-u 5-ə böləndə cavab qismət 3 dəfə düşər, qalıq isə 4 qalır. 3-ü 5-ə vuranda 15, 19-dan 15-in çıxanda 4. Deməli, cavab olacaq 4. 8 nömrəli sual. 8 nömrəli sualda üstə əlbəttə ki, xəttlər var. Yəni, bunlar yaxşı düşməyib. İlk yazanda düzəlş eləyərsiniz. Deməli, A. 6 rəqəmli rəqəmləri eyni olan bir ədəddir. B, 2 rəqəmli rəqəmləri eyni olan ədəddir. Və böl
A, B, B. Bunların açılışı necə idi? Birinci növbədə bölməni vurmaya çevirək. Bölməni vurmaya çevirək. Bəlkə də bunun açılışını da yazmağa ehtiyac yoxdur. Baxaq bir dənə dəqiq. Bölmə çevriləndə vurmaya birinci kəsr olduğu kimi qalır. İkinci kəsr isə tərsinə çevrilir. Bunlar B-lər burada getdikcə. Bunu açıb da yaza bilərik. Bu qayda ilə də bölə də bilərik. Alt rəqəmli rəqəmlərə eyni olan bir ədəddir. Və yaxud da bunun yerinə ədəd də qoyub yaza bilərsiniz. Baxın, məsələn, A-ların yerinə məsələn 5 qoyuram. A bərabərdir 5 götürdüm. İndi gəlin bölək baxaq. Belə sonra belə də böləcəm. 5 555.555 olacaq alt rəqəmli ədəd. Bölək 55-ə. Baxaq indi. 55-i də 55 bir dəfə. 0. 5 düşür aşağı. 5-in içində 55 yoxdur. Ona görə bir dənə də 5 düşür. Bura bir dənə 0 əlavə edirik. Yenə bir dəfə. Yenə 55, 0. Yenə 5-i düşürdürük aşağı. 5-in içində 55 yoxdur. Digər 5-i də düşürdürük. Bura bir dənə 0 əlavə edirik. 55-də 55 bir dəfə. 0. Deməli, 10.101.